Azərbaycanın xalq artisti, bəstəkar Aygün Səmədzadənin Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirilən Ulduz dolu sənət gecəsi dinləyicilərə unudulmaz bir musiqi axşamı yaşatdı. Ulduz axını ilə müşahidə olunan gecəyə bütün Aygün sevərlər toplaşdı. Aygün Səmədzadə özünə məxsus, çox gözəl dəsti xətti olan bəstəkardır və bizi birləşdirən Bakının ab-havası, Abşeron, Bakı bağları, Bakının sünkarlığı, yəni o bizdə belə bir söz var, deyir, aşıq gördüyünü çağırar. Bakıda, hər ikimiz Bakıda anadan olmuşuq, böyüyüb boya başa çatmışıq. Bugün Aygün Səmədzadə bizim bəstəkarımız, mənim sevimli bəstəkarım. Mən onun bütün mahnılarını lentə yazmaq istəyirəm. Özünə demişdim bir dəfə. Çox şadam ki, mən eşidəndə ki, Aygün Səmədzadənin Gəncədə konsertidir. Çox sevindim. Çünki Gəncə xalqı çox musiqi sevərdilər. Bizim Aygün xanımla çox yaradıcılığımızda mahnılarımız var. Onun yeni mahnıları da olacaq yaxın zamanlarda, mənim ifamda. Aygün xanım eyni zamanda mənim sinif yoldaşımdır. Biz bir məktəbdə təhsil almışıq, konservatoriyada təhsil almışıq, yəni illərimin dostudur və o bəstəkarlığa yeni başladığı elə ilk dövrlərdən, ilk vaxtlardan artıq uğurlu mahnılarına imza atdı. Bir neçə nəğmələr var idi ki, onlardan da bir neçəsini elə mən oxudum. Bunlar Köçüm bu şəhərdən, Bayatılar, Yar-yarından ayrılanda, nələri, yəni çox məşhur mahnılardır ki, mənim ifamda məhz Aygün xanımın qələminin məhsuludur. Bəstəkarın dəvəti ilə bir araya gələn xalq və əməkdar artistləri, məşhur ifaçılar səs və sənət baxımından parlaq ifaları ilə sənətsevərlərin könlünü oxşadılar. Gecənin əsas diqqət mərkəzində isə Aygün Səmədzadənin ən populyar mahnıları oldu. Xalq artisti, bəstəkar hərdən öz səsi ilə də notlara köçürdüyü ifalara qoşulurdu. Müğənnilərlə birlikdə Gəncə izləyicilərini duyğusal və musiqi dolu bir atmosferə aparırdı. O insan haqqında yorulmadan saatlarla danışaram. Aygün xanım və onun yaradıcılığı bu günləri Gəncədə və Gəncənin bütün qonaqlarına, əlbəttə ki, Gəncədə yaşayanlara bir musiqi bayramı olacaq. Aygün xanım mənim konservatoriyada mənə dərs deyib, müəlliməm olub və ondan sonra da bizi birləşdirən Mən də varam adlı mahnıdır ki, Sevinç Çılğının sözlərinə sağ olsun mənə verdi o mahnını və mən də o mahnını oxumuşam. Bütün tədbirlərində də həmişə çalışıram, yanında olum. Təbii ki, Azərbaycan Respublikasının xalq artisti Aygün Səmədzadənin bizim işbirliyimiz həqiqətən mənim üçün böyük bir uğurdur və şansdır və buna görə çox sevinirəm və bugün də elə həmən proqramımızla bugün də Gəncədə olan tamaşaçılarımızı görməyə gəlmişik. Bizim Aygün xanımdan çox mahnılarımız var. Eşq yağışı, Dostum, Niyə gəlmədin, Yurt və bir neçə də dostlarımızla bərabər duet şəklində
belə gözəl bir proyektlərimiz var. Azərbaycan musiqi xəzinəsinə öz töhfələrini verən bizim dəyərli sənətkarımız, bəstəkarımız, Respublikamızın xalq artisti Aygün Səmədzadə və onun əsərləri həmişə qəlbimizdə olacaq, həmişə bizimlə bərabərdir. Xalqın, belə deyim də, milli sərvətidir Aygün Səmədzadə və onun bəstələri. Ona görə mən Aygün xanımı da təbrik edirəm yeri gəlmişkən. Biz bir çox, deyək ki, bölgələrimizdə, regionlarımızda bərabər çıxışlarımız olub. Gecənin xüsusi anlarından biri də son zamanlar dillərdən düşməyən Gizlətmək çətin duetinin səsləndirilməsi oldu. Aygün Səmədzadə bizim dəyərli xalq artistimiz, mənim dəyərli dostum. İlk öncə biz dostuq. Bizim dostluğumuz 2009-cu ilə dayanır. Mən o vaxt Azərstar müsabiqəsinin iştirakçısı olmuşam Azərstarda və bizim münsiflər heyətində Aygün xanım bizə öz dəstəyini, öz diqqətini hər zaman ayırırdı. Və illər keçməyinə baxmayaraq biz Aygün xanımla hələ də birlikdə çalışırıq. Mən onun ifalarını, onun musiqilərini çox sevirəm və mənə təqdim elədiyi mahnıları da sevə-sevə ifa eləyirəm. Həmçinin vətənpərvər ruhu canlandıran mahnılar gecənin duyğusal zənginliyini daha da artırdı. Özümü çox şanslı bir ifaçı bilirəm ki, bu cür gözəl bir bəstəkarın, Azərbaycanımızın dəyərli bəstəkarının, sənət incisinin nəğmələrini, bəstələrini, əsərlərini ifa etmə şansım var. Amma ümumilikdə mən dəyərli Sevgi xanımın 5 əsərini ifa etmişəm. Bugün Can Azərbaycan, Qarabağ ərəfəsində bizim yaratdığımız mahnı Can Azərbaycan, bir də Qəhrəmanım musiqilərini səsləndirəcəyik. Gecənin səbəbkarı, bəstəkar Aygün Səmədzadə gəncəllər üçün verilən hesabat konsertdən ağız dolusu danışdı. Bugün Gəncədə olduğuma görə deyil, ümumiyyətlə Gəncəni çox sevirəm. Xüsusi aurası var, xüsusi enerjisi var. Mənim mahnım da var Gəncə ilə bağlı. Bir dənə də konsertim olmayıb ki, mən keçmiş zalda oturum və oradan tamaşa eləyim. Və o insanlara həsəd aparam, kim ki orada otura bilir. Mən həmişə səhnənin damında oluram, ona görə də bir tamaşaçı kimi qiymət verə bilmərəm, amma hamı deyir ki, gözəl oldu. Xoş yorğunluğunu dilə gətirən xalq artisti həm romantik, həm də patriotik atmosferdə keçən konsert proqramında planlaşdırdığı canlı ifalardan da söz açdı. Mən əslində çox hazırlaşırdım ki, burada ifa eləyim canlı ifalar. Səsim xəstələndim, soyuqladım. Ona görə danışa-danışa səsim batır. İnşallah gələn dəfələrdə. Bir də gördünüz, özüm tək konsert verdim, heç müğənniləri gətirmədim. Sonda Aygün Səmədzadə həmkarlarına və dinləyicilərə təşəkkür edərək bu gecənin onun üçün çox dəyərli olduğunu qeyd etdi.